Tədbir Kürdəmir rayon polis şöbəsinin və Kürdəmir rayon peşə liseyinin publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə liseyin inzibati binasında reallaşıb. Tədbirdə Kürdəmir rayon polis şöbəsinin rəisi, polis polkovniki Arzu Rızayev çıxış edərək gənclərin və yeniyetmələrin narkomaniyanın törədə biləcəyi vərdişlərdən danışdı və şagirdlərin bu işin qarşısını almaq üçün nə etmək lazım olduğunu diqqətə çatdıraraq şagirdlərlə maarifləndirici söhbətlər apardı. Bundan başqa rayon Kürdəmir peşə liseyi publik hüquqi şəxsin direktoru Nurlan Abdullayev çıxış edərək narkomaniyanın sağlamlıq üçün yaradacağı fəsadları dilə gətirərək şagirdləri bu vərdişlərdən çəkinməyi və bu kimi insanlardan uzaq durmalarını onlara tövsiyə etdi. Tədbirdə bildirildi ki, son vaxtlar rayonun bütün ümumi təhsil məktəblərində bu kimi tədbirlərin sayı artıb və bu tədbirlərin nəticələri öz bəhrəsini verməkdədir. Bundan sonra tədbirdə narkomanlığın və narkomaniyanın yaratdığı fəsadları özündə əks etdirən videoçarxda nümayiş etdirildi. Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstərişinə əsasən uşaq hüquq və azadlıqlarının təmini üzrə görülən işlərin səmərəliliyinin artırılmasının gücləndirilməsi, yetkinlik yaşına çatmayanlar ətrafında aparılan profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Kürdəmir rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupu cari ildə rayon ümumi təhsil orta məktəblərində narkomaniya ümumi-bəşəri bəladır mövzusunda bir sıra tədbirlər həyata keçirilib. Tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovnik Arzu Rızayev şagirdləri maraqlandıran sualları cavablandırdı. Peşə liseyi publik hüquqi şəxsin müəllim və şagird kollektivi tədbirin təşkilinə görə rayon polis şöbəsinin rəisi və kollektivinə lisey adından təşəkkür edərək bildirdilər ki, cəmiyyətin düzgün formalaşması üçün belə tədbirlərin keçirilməsi ən vacib amillərdən biridir. Bugünkü tədbirimiz Narkomaniya yox deyək adlı tədbirlər planımıza uyğun olaraq Kürdəmir rayon polis şöbəsi ilə birgə təşkilatçılıqla müəssisəmizdə keçirildi. Deməli, tədbirə Kürdəmir rayon polis şöbəsinin rəisi Arzu Rızayev cənabları da təşrif buyurmuşdu. Tədbir çox maraqlı diskussiya şəraitində keçdi. Tələbələrimiz çox aktiv iştirak elədi. Bugün sevindirici bir haldır ki, ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsidir ki, artıq hiss olunur ki, hiss olunacaq dərəcədə narkomaniyanın sayı da, narkomaniyanın sayı da azalmışdır. Qeyd edək ki, bu kimi tədbirlərin bundan sonra da rayon ərazisində fəaliyyət göstərən ümumi təhsil orta məktəblərində və peşə liseyində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Günel Zülfüqarova, Aqil Əsədov, Musa Qəmbərov bugün informasiya proqramı üçün.